hər şeyi. Bu dil əcdadımızın bizə miras verdiyi qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub nəsillərə biz də hədiyyə verir. Ana dili bizim beşikdə bələndiyimiz gündən eşitdiyimiz və öyrəndiyimiz dildir. Hər birimizin bu dildə ilk dəfə qızılda işlətdiyi ilk söz ana olmuşdur. Bu dildə anamız bizə həzin nağıllar söylənmiş, nənələrimiz isə bizə şirin nağıllar danışmışdır. Ona görə də bu dil hər bir insan üçün çox dəyərli və əzizdir. Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim, doğransam da dilim dilim. Deyirlər ki, bir millətin var dövlətini və hətta vətənini əlindən alsa, onu ölüb bitməz. Amma ana dilini alsa, millət əldən gedər və ondan bir nişan qalmaz. Ana dili xalqın özüdür. Ana dilsiz həyat və milli sərbəstlik də, milli varlıq da yoxdur. Dilimiz zəngin bir dildir. Bu dildə ifadə olunmuş hədsiz hesabsız bayatılar, atalar sözləri, tapmacalar və məsələlər vardır. Molla Pənah Vaqifi, Bəxtiyar Vahabzadəni, Nizami Gəncəvi kimi şairlərimizi xalqa sevdirən məhz bizim dilimizin zənginliyi və şirinliyi olmuşdur. Dilimiz tarix boyu bir sıra çətinliklərlə üz-üzə gəlsə də, onu qoruyan mərd oğul və qızları həmişə mübarizə apararaq onu bugünkü səviyyəsinə çatdırmışdılar. Səfəvilər dövlətinin yaradıcısı, görkəmli şair Şah İsmayıl Xətai tariximizdə ilk dəfə olaraq türk dilini dövlət dili səviyyəsində yüksəltmişdir. Onun dövründə fərmanlar türk dilində yazılır və Avropa ölkələrinə türk dilində göndərilirdi. Onun hər bir Azərbaycanlının dillər əzbərində olan bir sözü vardır. Ey türk oğulları, vətənimizin bir ovuc torpağına, dünyanın var dövlətinə, dilinizin bir sözünü isə laca dəyişməyin. Onları qoruyun və gələcək nəsillərə çatdırın. Hər bir insanın təkəbbüründə ana dilinin rolu böyükdür. Ana dili milli təhsil, milli birlik deməkdir. Milli dili olmayan, milli dilini qoruyub saxlamayan bir xalqa məhvəlidir. Ana dilimizi sevmək, vətəni, xalqı, milləti sevməkdir. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Hər bir insan ilk növbədə öz dilində danışmağı və yazmağı səliş şəkildə bacarmalı, ona etimadsızlıq göstərməməli və ona hörmətlə davranmalıdır. Onu gözlərimiz tək qorumalı və gələcək nəsillərə hədiyyə verməlidir. Ona görə də ulu babalarımızdan bizə miras qalmış ən qiymətli sərvətimiz olan ana dilimizi göz bəbəyimiz kimi qorumalı, ona daim qayğı ilə yanaşmalı, onun zənginləşməsi üçün əlimizdən gələni etməliyik. Çünki zəngin dil mədəniyyətə sahib olan xalq əyilməzdir, ölməzdir, parlaq gələcəyə malikdir. Çıxışımızda olan dərimiz Heydər Əliyevin sözləri tanımlamaq istəyirəm. Dil dövlətin ən böyük sərvətidir. Ədəbi dil tərəqqisi olmadan milli mədəniyyətin tərəqqisi mümkün deyil. İndi isə ana dillə bağlı şeirlər